ballarım, canlarım. Yine böyle sevinçli gəlmişəm və ikinci videonu çəkirəm. Əslində, yəni mən əslində 8 abunəyəm. Amma izlənmələrim çoxdur. Yəni belə şortlarımın izlənməsi çoxdur. Amma prosta yəni abunə olmayanlarınız var. Bir iki dənə görürəm. Amma ki 8 abunəmə elə bilirdim ki, mənim videom belə 2-3 baxış falan izlənəcək. Sonra gördüm mənim videom izlənmir. Dedim, bəlkə postlarda duyuram. Deyirəm 5 izləmə olana qədər video çəkməyəcəm. Bəlkə 5 izlənmə olandan sonra yeni video çəkəcəm. 10 izlənmə olanda bəlkə 5 izləmələr artacaq. Məsələn, o biri videom 5 izlənmə idi axı. Bu video məsələn ikinci videom 10 izlənmədən sonra mən üçüncü videonu çəkəcəm. Yəni 5 izləmə arta belə getməli idim. Amma mənim aşklarım dedi ki, mən bu qızı sevindireyim. Ona görə də dedi ki, hadi biz bunu bir 11 baxış eləyək. Həqiqətən rəqəmlərin balacalığı sizi güldürə bilər. Amma məsələn 8 baxış olana və yəni ilk videosu olana görə ilk baxış birisi nə qədər qəşəng bir şeydir. Yəni əlində 8 abunəçisi olana. Mən də əminəm ki, bir dənə, 2 dənə baxış olacaq. Mən hətta səhər tezdən baxdım, gördüm ki, 3 baxış mı, 4 baxış belə, amma siz axşama qədər 7 baxış eləməyinizi bacardınız. Hər halda mən bu videonu yükləyənə kimi o ən azı yəni bir 10-15 baxış olar deyə düşünürəm. İnşallah. Yəni mənim videom belə izlənir. Ay, popülər oluyoruz biz. Nəsə. Bugünkü onda yəni beni sevindirdiniz. İkinci videomu çəkmə səbəbini də sizə dedim. İndi isə gəlin keçək kanalımızın yəni əsas videosuna. Bir dakika bir şey demək istəyirəm. Sadəcə bir şey demək istəyirəm. Postlarıma lütfen. Nə olar? Postlarıma baxın. Əgər postlarıma baxsanız, yəni mən hər gün sizə post eləyərəm də. Yəni başa düşürsünüz. Postlarıma dəhşət çox az baxırsınız. Mən əslində postları hekayə kimi baxıram, Instagramdakı hekayələr kimi. Ona görə çox xahiş edirəm. O postları da eləyin, yəni postlarıma da baxın, nə olur? O ricamı bir eləyin, nə olur? Postlarımı həqiqətən çox istəyirəm, baxın bir dənə. Həqiqətən çox qəşəng şeylər paylaşıram. Bursa siz baxmırsınız, mən həvəsdən düşürəm. Elə bir ki, oraya qaralama edib atmışam, başa düşdünüz? Yəni onlara baxın. Biraz səslər çoxalsın. Yəni belə like'lar falan, like eləyin. Sonra səslər olanları, yəni belə oy vermək olanları oy verin. Mən də sizə hər gün çoxlu, maraqlı postlar edeyim. Onda isə bütün bu təbriklərimi dediyimə görə artıq videomuza keçə bilərik. Videomuzun indi, yəni başlığımızdan gördüyünüz kimim, mən həm gecə dərs oxuyacağam, həm sizinlə birlikdə kursa hazırlaşacağam, həm də Riyaziyyat müəllimə jest edəcəm, həm də ki Şahindən belə tüklü broşkalar alacağım. Bilirsiniz necə, mənim də tüklü broşkam var idi. Onun isə ilərləyən zamanlarda, yəni ilərləyən şeylərdə, dəqiqələrdə, videonun dəqiqələrində göstərirəm. Biraz xarab olub. Atımı yeni düzəltdilər, daha bilmirəm. Yəni atam elə broşka şeylərini düzəldə bilir. Burası baxım görüm düzəldə biləcək ya yox. Dedi ki, səhər düzəldirəm, yorğunam. Amma muhtemelen mən tezəsində alacağım. Yəni tezəsində istiyorum. Yəni. Ona görə nə edəcək? Bir yana sakin olun. İndi biz axşam mənlə birlikdə dərs oxuyacaqsınız. Sonra səhərdə mənlə birlikdə dərs oxuyacaqsınız. Sonra 3-4 saat 3-4 iradələrində mənlə bir yerdə kursa çalışacaqsınız. Sonra evdən çıxacaqsınız mənlə bir yerdə. Mən avtobusda həmişə kitab oxuyuram. Nəsə o kitabı, yəni o videonu çəkmək üçün mən sadəcə şəklini göstərəcəm. Yəni belə Instagram elə bir ki atacağam. Yəni belə şəkil çəkəcəm, videodan da göstərəcəm. Elə bir ki biz necə, yəni göstərəcəm videonun ilərləyən zamanlarını görəcəksiniz. Sonra mənlə bir yerdə gedəcəksiniz 70 ev ki mən Riyaziyyat müəllimə jest eləyəcəm. Belə ki marker, bloknot, belə şeylər alacağam. Amma ona jest eləyəcəm. Yəni mən öz pulumdan alacağam, amma yəni bir çoxlu alacağam. Başa düşürsünüz və 20 manat xərcləmək istəyirəm. Sonra ondan sonra da gedəcəyik kursa. Sonra kursdan gələcəyik. Siz mənlə bir yerdə bəlkə axşam dərs oxuyacaqsınız. Əgər oxumasa sizi səhərsi günlər açacağam. Yenə kurs vlog. Yəni prosta onda biraz az eləyəcəm. Sadəcə belə kursa gedirəm falan. Sonra gedəcəm. O tüklü boruşkalar var ya. Onlardan gedəcəm. Shine, Lakme Shine tanıyırsınız da yəqin ki. Oradan da gedəcəm. Yəni boruşka alacağım. Kursun çıxışında alaram yəqin ki. Bunları eləyəcəm. Sonra avtobusa minəcəm. Sonra yenə dərs oxuyacağam. Sonra ola bilsin bir dənə mağazada düşdüm. Oradan nə bilim belə ıvır-zıvır alacağım. Bilirsiniz belə şirniyyatlar alacağım. Şirniyyatları alandan sonra gələcəm. Yəni göstərəcəm kayfımı sizə. Elə bir ki, yəni nə edəcəyimi göstərəcəm və sonra o videonu qapatacağım. Ay, ən azı bir 40 dəqiqəlik video oldu. Nəysə, amma
Siz de bunu izleyeceksiniz, tamam mı? İzleyeceksiniz bunu. Değerlerim, izleyeceksiniz. İlk önce ben bu çalışma masasını sergiye salım. Sonra bir yerde başlayaq ders olar. Çünkü benim yavaş yavaş yuxum gəlməyə başlayır ve bu çok kötü bir şeydi. Dostlar, benim bir tane böyle bir defterim var idi. Yadınızda adımı bilmirəm. Yani ilk videomu izleyenler bilir. Benim o defterim maalesef ki bitti. Ona göre özüme təzə defter almışam ve yani ilk günde almasına baxmayaraq ne kadar vərəq xərclədim. İndi oturdum. Bizim İzzət müəlliməsinin Lütfüzadənin 3 dənə sınağına atıp 75 tane sual idi. İndi oturdum işlədim. Dəhşət belə karandaşla zatla. Karandaşı təzə almışdım, yazılmış təzə hayı vayı qalmayıb. Nəsə belə cavabları qeyd elədim. Tez-tez göstərirəm. Bu Lütfüzadə 1, hərəsi 25 sual. İndi Lütfüzadə 2-ni göstərirəm. Yəni 3 dənə sınağı var idi ona görə. Bu da Lütfüzadə 2'nin sonu 25 sual, yani 50 sual oldu. İndi Lütfüzadə 3. Hərəsindən 3 dənə 25 oranında 75 sual verib. Evet. İndi mən bunları yazdım ya. Bunlar aslında qarşıya atmışdım. Yani toplamda 75 tane sual vardı. Ama prosta bilmirik ki nəyin nəsidir. Ona göre de biz ki orada yoxlamaq üçün, nə bilim, səhvləri bilmirəm də, səhv düzlərimi. Ona göre belə test çıxartdırdım. İndi yazdıqlarımı tapacağım. Buradan, məsələn, buranın desən D yazmışamsa, burada da kodlaşdırıb deyiləcəm ki, yoxlayanda bizim əmədəcək bu səhifəni yoxlayır. Mən də bu səhifəni tapacağım, qapqara deyil. Mən də bu səhifəni tapıb belə yoxlamaq asan olacaq. Onda mən bunları kodlaşdırırım, sonra digər fənnə keçək. Dostlarımın hamısını güc bəlayla burada elədim. Yəni bir-iki dənəsini göstərəcəm sadəcə. Neyse, bunları göstərim kimi qeyd elədim. Sonra belə fayla yerləşdirdim ki, belə əzilməsin. Sonra başladım buradan Turan əsanını işləməyə. Həndəsənin əsas anlayışları. Müəllimimiz 85-dən 105'e qədər verib 20 sual verir. Oradan mən 11'ini yaza bildim. 9'unu yazamadım. İndi gedəcəm müəlliməmlə də sabah hazırlığa gedəcəm. Oradan ondan soruşacağım. Belə riyaziyyatı da bitirdim. Sabaha mənim Azərbaycan dilindən riyaziyyatım var. Bir dəqiqə. İstədim belə danışaq. İndi siz saatı deyim. Saat 1'in yarısıdır. Sabah kursa gedəndə riyaziyyat və Azərbaycan dili fənnindən gedəcəm. Azərbaycandan heç nə verməyiblər. Riyaziyyatında 10.000 aldım. 9'unda 3'ün yarısını falan belə gedəcəm hazırlığa. 2'də falan belə şey gedəcəm. Onda gedəcəm. Hazırlaşacağım, bu 9 sualı eləyəcəm. 9 sual mı eləyərəm, 5 sual mı eləyərəm, daha bilmirəm nə qədər çatdıraramsa. Sonra oradan da kursa gedəcəm. Bir sizə getməyi planlayıram. Nəsə. Bunları elədim. Tamam mı? İndi qərar verəcəm. Ya ingilis dilini eləyəcəm, ya da məntiq eləyəcəm. Amma məntiqdən 20 sual eləyəcəm, ya da 10 sual. Bir dəqiqə, qərar verim. Bir özümə çay süsəcəm, ya da su içəcəm. Bu arada çok ünlüdür. Masanın üstüne su koymaq belə butulkada çok ünlüdür. Ben de eləyirəm. Keşke sen yiyəsən. Amin. Dileğim gerçek olsun. Anne baba bu videoyu görün. Neyse. İndi hansını işləyək? Gəlin məntiq işləyək. Bir 20 sual ya da 15 sual belə bir şeyler işləyək. Guys. İşlediklərimi sizə göstərim. Sonra sən də işlediklərimi göstərməm. Tamam. Göstərmişəm. İndi özümə çay süsüm. Sonra məntiq işləyəcəm. Başlayanda sizə xəbər verərəm və saatda deyərəm. Dostlar, mən çayımı belə hazırlamışam. Tər göstərməyəm. İçində çay var. Tər göstərməyəm. Burası çəkmə. Mən çay falan. Sonra başlayalım. Məntiq eləməyə bir dəqiqə çayım için. Tamam. İndi sen göster. Çünkü ben göstermeyeceğim. Sadece yani bildiğimi sanki bitirdim. Buradan aslında 40 sual eləməliydi. Ben 20 sual eləmək istedim. Çünkü hələ birinci günə tətil verməliyik də. Prosta gördüm burada 23 tane sual var. Dedim bu səhifəni bitirim. Ona görə mən də elə 23 tane yazdım. 20 dənənin yerinə. İndi bunları yoxlamalıyıq. Buradan başlamalıyıq yoxlamağa. Dedim ki, yoxlamağa sizlərlə
bir yerde eləyək. Dostlar, mən baxdım, hamısı düzdür. Sadəcə bir dənə 15 başa düşməmişəm. Yəni 23 saldan bir dənə səhvim oldu canım. Yəni belə. Bunun qapağını da örtək. Dostlar, şu an saat sizinlə bölüşmək istəyirəm. Böyle 2 saat, 1 saat geçti. Saat şu 2'nin yarısı. Bu yüzden yavaş yavaş uykum gelmeye başladı. Hatta tökülmeye başladı uykum. İhtimalle seher izleyeceğiz videonu. Ama ben şu an yatıram. Sabah. Kışıncı oldu. Sabah görüşerik. Sizi çok seviyorum. Hamıya salam. Günortan sayır. Ben gece böyle 2'nin yarısı kapattım videomu. Ama ben 4'e 5'e kadar Eşrefiya'ya baktım, Sahipsilere baktım. Shortslar falan izledim, Ofelia Liyeva'ya baktım. Yani ben ne zevkiniz bir olanlar yorumlara yazsınlar ha. Neyse, 2'nin yarısı videomu kapattım. 4'e kadar şeylerden ve şimdi saat 13.42'ydi. 13.45'te sen yemeğimi yedim. 15 dakika kalıp indi hazırlığa gideceğim. Ama yani bir kursa getireceğim. Kursa gidende hazırlaşma vlogu çekerim. Dostlar, artık vaxt çatdım. Gedirik hazırlığa. Hazırlığa ne giyineceğim bir düşüneyim. Tamam, düşündüm. Yine dönüverem. Jeans kot giyinim. İstiyorsa siyah bir tane jeansimi giyinim. Ama yine bu jeans kotu giyineceğim. Yani bu videomuzda da gördüğünüz gibi bir tane jeans kot giyiniyoruz. Bir tane de bir tane oversize bir köynəyim var. Bu arada bugün plan. Neyse, ama gelin geçecek. Hazırlaşaq. Yani hazırlaşandan sonra geleceğim ben hazırlığa. Hazırlıqdan gələndən sonra kursa gedəndə sizə xəbər verəcəm. Çünki telefonumu burada saxlayacağım. Zəkkəsi azdır. Görüşürüz. Dostlar, mən çantamı hazırladım belə. İndi bir dənə avtobusda oxumağa belə bir hekayə qoyuram. Həmişə bir mövzu oxuyuram. Neyse, indi saat 15 neçədir? 15-14 falan belə bir şeydir. Yeməyimi yeyəcəm. Bəlkə paltarımı dəyişdim, fərqli paltara geyindim. Bəlkə belə qaldı, bilmirəm. Amma yəni çantamı belə hazırladım. Dostlar, mən gedirəm kursa indi. Avtobusa minəcəm indi birazdan. 2-3 minəcəm. Orada kitap okuyacağım. Belki şekil izledim. Muhtemelen çatmaram. Ama yani kitap okuyacağım. Ne gidirik alışveriş ya. Neyse, gidirik, sağ olun. Dostlar, burada külək vurur deyə səslərim qəşəng yəni gəlmir. Burada deyirəm Şahin'in çox şirin tokalar almışam. Bir də deyirəm ki, mən alışveriş elədim, amma ki, nə olsun ki, mən çəkmədim aldıqlarımı. Sadəcə mən çəkməsəm də mən indi evə gələcəm, sizə göstərəcəm. Evdə dərs oxuyacağıq. Sonra isə mənim kanalıma yəni abunə olacaqsınız. Sonra səhər sizinlə müthiş bir günə oyanacağıq. Dostlar, ben eve geldim ve size Shine'ın aldıklarımı göstereceğim. Bir de böyle toka aldım. Çünkü benim o birisi xarab oldu. Babam təmirləyir. Hadi indi atam da 2 təmirlərim da indi axşam evə gəlməsini gözləyirəm. İnşallah təmirlər. Çünkü onun yerini heç kim tutamaz bu aldıklarımda. Mesela bir tane böyle sade. Rengini çok sevdim. Mesela pamuk kimi böyle rezinler aldım. 1.20'ye. Bu da bunun qiyməti 70 qəpik idi məncə. Bunlar 1.20'ydi. Çok şirindiler. Bir de böyle bir şey aldım. En çok bunu beğendim. Buna 50 qəpik aldım. Ben de bunun bənövşəsinin dəsti var. Komple yani. Burası mən bənövşəsini aldım. Ondaki bənövşəsini aldım. İstifadə edeyim. Ama mavisi mənim rəyimdə qalmış. Mavisini də aldım. İndi birazdan hazırlığa gedəcəm. İndi mənimə aldığım şeyləri də sizə göstərəcəm. Və ayrıca kloka yığacağım. Göstərdiklərimi. İndi bir dəqiqə saçma indi bundan yığım. Çünkü hani hasret görüyoruz. Allah. İnşallah tamam gösterdiğim tutumdadır. Böyle gösteren pis yıkabilirim. Neyse. Ben bir saçımı yıkanda arkadan görünmesini sevmiyorum. Neyse.
İndi sən müəllimimi aldı falan göstərdin ama o kadar dolu şeyler almışam ki hiç burada kalan ben de göstermeyeceğim size. Evet şimdi geldim. Çantamı hazırladım. Çanta dolusu şey yapmışam çünkü. Müəllimin xəbəri yoxdur. Belə bunlar aldıqlarından müəlliməm şok olacaq bunları görəndə. Kulaklığı aparacağım. İlk olarak belə bir ıslak mendil. Bunu bir diyeceğim. 1.90 atmışam bunu. Kapibaralı şeyler. Sonra bloknot. Burası geçen gün tamamına göre Wednesday ile almalı kaldım. 3 manat almışam bunu. Sonra bir tane böyle görüçka. Ne kadar marker almışam dostlar, ne kadar. Görüçka. Yazmağına baxmamışam hiç. Belə ruçka, marker, sonra böyle bir sade karandaş, kuru salfetka, lavabo, silgi, ikinci silgi, yine böyle kuru salfetka 25 kapıya. Ne kadar dolmuş ne kadar 20 tane marker almışım. Marker, böyle bir kırmızı çıkar, karandaş, sonra böyle bir dikme çubuğu, karandaş, bilirsiniz nedir? Hem silik pozanla kırmızı ruçka, karandaş. Pazar bile gelmiş ama aradıcı 2 tane. Bunu alsa 27 manat vermiş ama. Yine böyle pozan çıkar. Sonra hatkeş, pozan, bundan glosu. Neyse, küçük bir kamera arkası şov oldu. Yine marker. Neyse çok şey almamışım benim. Yine marker. Ruçka. Yine pozan. 3 tane pozan olmalıydı. Birini özüm almışım. Yine marker. Marker stok eylemişim. Düşün. Burada bir tane pozan var, bunu özüm almışım. Tamam. Bitti. Bir tane de böyle. Aldıklar hamısını unutmuştum. Eve geldim hatırladım. Tamam. Bu kadar. Şimdi sen bunu geçen soğuğa koyuyoruz. Hamısını kılıta koyuyoruz. Sürpriz eləyəcək müəllimə. Müəlliməm bundan sıfır xəbəri. Heç qardaşıma da göstərməmişəm ki, nə almışam. Ay, onu da kötü şeylər almışam. Bu kimi çubuq çox qəşəng oldu. Beləni tam belə mənim. Baxma çubuğa. Çox qəşəng. Ne kadar stok eləmişəm müəllimə. Belə müəlliməm şeyləri hazır. 20:51 9 dəqiqə sonra bunları yeməyə gedəcəm. Bay bay. Mən gedim yeməyimi hazırlığa gedərəm, sizə xəbər verərəm. Örəyə yatma yeməyə gedəcəm. Salam dostlar, yeni gündən hamınızı salamlayıram. İndi mən kursa getmişdim səhər 10'da idi kursum. İndi saat 2'dir, eve getməmə sadəcə 7-8 saniyə qalıb.
Ha neyse. Ben o gün müəlliməmə hədiyyələr verdim. Müəlliməm hədiyyələrimi bayağı bəyəndi. Sonra gəldim telefona baxdım. Belə videoyu falan biraz montajladım. Yəni bundan geri çəkilmiş videoları. O qısma yəni dünənə qədər videolar hazırdı. Getdim qəşəng şeylər aldım. Gecə partisi eləməyi planlayıram. İndi gedib dərs oxuyacağam. Kofe aldım. Bax görək neyniyərik. Sizlərlə birlikdə bir günümüzü keçirəcəyəm. Bunu biraz qısa eləyəcəm bunu. Saat indi 16:03'dür. Ben döner sakız elədim. Öyle alacağım. Lift gözləyirəm. Kuryer aşağıdadır. Gedəcəm, götürəcəm. Sonra kola alacağım. Səsə dərs oxumağa başladım. Sonra gördüm ki döner alacaq. Mən gedirəm dönerdən sonra oxuyaram dərsimi. Nəsə indi belə gedirəm. Liftə minəcəm. Lift gəldim. Böyle. Dostlar indi mən liftə minmişəm. Mən çoxlu qəşəng şeylər aldım. Bilirsiniz ne aldım dostlar? Yani cips aldım. Ama hiç denemediğim bir cipsiydi. Böyle smetanlı hiç denemediğim cipsiydi. Ben birisini aldım. Böyle parmaklar keçirdiler cipsler falan. Bir de o cipsten aldım. Gece partileyeceğim. Sonra yatandan sonra onu bilmiyorum hansı filme bakım. Çünkü bütün filmleri ben maalesef bakıp bitirmişim. Bunlar film, illa bir film taparıq diye düşünüyorum. Veya da başka bir video ama filme bakarıq diye düşünüyorum. Çünkü filmin yani doyunca sahnesine kadar bir yani doyunca cipsimiz var. Şimdi gelirim ben dönerleri götürmeye. Dostlar ben eve geldim, dönerimi yedim, kolamı içtim, yaşay. Afiyet olduğunuzları bir yoruma alırım. Burada oturmuşam, bu dinlerim. Bakın bu kitaptan saymışım. 54 tane sualda, 54 tane sualı eləyirəm. İndi 19-cu sualdayım. 6-6 belə eləyirəm, cavablarına yoxlayım, səhvlərimi düzəldirəm. Belə indi 18 sualdan cəmi bir səhvim oldu. Yaşasın. Neysə. İndi mən bitirəndən sonra sizə göstərirəm. Yəni belə dərs oxuyuram. Axşamı çox merakla gözləyirəm çünki çox qəşəng planlarım var. Bay bay. Mən sayı yazdım. 54 sualdan cəmi 3 sualım çıxdı. Yəni qurtardım bunu. İndi isə başqa dərslərimi eləyəcəm. İndi baxım ki, hansı dərslər varsa indi onları eləyəcəm. Dostlar, mən ismimi yazdım. Şimdi. Sonra içimdən sonra belə qulaşırmışam. Herhalde belli olar. Bir şey. Saat indi. 18:39'dum. Biraz size geçeyim hep şeyler ki çünkü video çok uzun olsa size sıkıcı olur. Ona göre bu evi ki bugün biraz size az göstereceğim. Esasen gecəni göstereceğim. İndi gedeceğim. Mən tek işləyərəm. Saçımın qurumasını gözləyirəm. Yəni çox belə quruması biraz saçım uzun nəm kimi olsun. Şanın altına belə tikli reisinlər var. Onları hörk eləyəcəm. Dostlar, saat indi 19:30'da. Yes. Bir saat içinde sadece saçımı hördüm. Yani ben kurumasını görüyorum. Sonra anama dedim saçımı hörsün. De şirin tez aldım sakallarına. Öyle şirin oldu ki. İndi ben kofe hazırlayacağım. Ondan sonra ders şeyleyeceğim. Çay kaynamağa getirdim. Çay bu dakika kaynadı. İndi altını söndürdüm. İndi getirdim kahve içmeye. Sonra senin bir daha karar vereyim. Hansı ders eləyəcəm. Sonra saat 9'a kadar ders eləyəcəm. Yok. 10'a kadar ders eləyəcəm. Ondan sonra da neyse. Ondan ben kofemi hazırlayayım. Bir dakika Nescafe. Gidip hazırlayayım. Yaptım bye. Dostlar belə oturmuşam yazıram mənimə 35'ten ta buranı da yazmağa verdiğini gösterini buranı da yani 100'e kadar verdi. Ben işleyeceğim. Başımı yormayacağım. İşleyebildiklerimi işleyeceğim. İşleyebilmediklerimi hazırlığa gideceğim. Orada işleyeceğim. Bye. Kofemi şeylemişim. Çok geçen. Şimdi ben bunu işleyip işleyenden sonra inşallah işlerken hepsini çıkar. Hem neçeden sual verip memnun. 65'ten sual verip ne bileyim 40'ını inşallah edebilirim. Hadi bye. Dostlar ben 36'dan başlamışım. 52'ye kadar her şansını yazdım. İngilizce chat'in zonaya girdim. Şimdi görebildiğine kadar yazacağım. Bye. Dostlar sakince tanışıram. Niye? Saat 00:06'dır. Saat 2'nin yarısı atam mən deyib məni oyatarsam mən rayona çıxacağım. Və mən atamı oyatacağım və mənim də atam, biraz səs danışa bilərəm. Və mənim də atam rayona çıxacaqsa, bu deməkdir ki, evdə tək qalacağım. Niyə? Çünki mənim anam yatsa da onu heç kim oyandıramaz. Və mənim də dərsim yarın çıxardı. Çünki mən oxuyanda müəlliməm məni hazırlığa çağırdı. Sonra gəldim, anamla söhbət edirdim falan bir şeylər çox olur, qeyb açsaq elərdik. Yəni mənim dərsimdə yarım qaldı.
Yəni 90'da Aydın Turan Həsənlidən hələ suallarımı qoyub hələ təzədən fikirləşəcəm, edəcəm. Yəni hələ çox tapşırığım var. Yəni bu aydın bir məsələdir. Mən bunları 1 saat 30 dəqiqə hamısını çatdırsam, yəni süper olar. Yəni bir dənə riyaziyyatım qalıb, bir dənə ingilis dilim qalıb, bir də məntiqdən 15-10 sual eləyəcəm. Yəni ki 12 sual, 13 sual eləyəcəm belə. Və sonra isə atamı yola salacağım. Atamı yola salmaq 15 dəqiqədə 20 dəqiqədir raya çıxır. Yəni ben raya çıxmaq tez eləyəcək də, yəqin ki elə düşünürəm. Yəni ona görə də uçandan sonra uçandan sonra Güllər və Günahlar YouTube'da olmuş olacaq. Güllər və Günahlara YouTube'dan baxarıq. Super kinomuz da hazır oldu. Məncə kompüterdən baxarıq. Nəysə, anama deyərəm. Deyirəm ki, sabah tətildə nə olar mənə belə bir şey elə çox eləmərəm. Ya da demək, bilmirəm, qərar qalacağam. İndi mən dərs oxuyuram. Bitirəndən sonra sizə deyərəm. Bye, sizi öpdüm. Dostlar, nəhayət uzun çalışanda riyaziyyatı yazdım. Gözümdən yuh axır. Amma özümə söz vermişəm, bu gün yatmayacağım. Gedim üzümə soğurum. Sonra gəlim ingilisini eləyim. Dostlar, mən hamısını yazdım. 20 sualdan 5 dənə səhvim çıxdı. Yox, 40 sualdan 5 dənə səhvim çıxdı. Qaldı məntiqdən 20 sual. Yəni bundan da bitirirəm. İndi atam 10 dəqiqədən sonra duracaqdır. Ondan sonra bəlkə yox, yəni artıq gecə partisi eləyəcək. Dostlar, atam indi evdən çıxdı. Mən də bunu ikisini də heç yeməmişəm. Belə. Ay, çox heyecanlıyam. Birinci bundan yiyəcəm. Güllər və Günahlara baxacağım. Yiyəndən sonra sizə deyəcəm necəydi. Bundan da sonra videonu kapatacağım. Bye. Dostlar, mən Güllər və Günahları bitirdim. Yedim. İkisi de çok qəşəng idi ama o parmak gibi bənövşə paçka